Ben Dilara Haşimova, Azərbaycandan gəldim. 53 yaşındayım. İlk öncə bu hastalığa tutulduqda bitkisellərlə tədavi aldım, amma heç bir yaxşı nəticə görmədim. Araşdırıb Abdullah hocamı tapdım və başvurdum Medipol xəstəxanasına. Mən Dilara Haşimova, Azərbaycandan gəldim. 53 yaşındayım və özümü sosial mediadan araşdırıb Abdullah hocamı tapdım və başvurdum Medipol xəstəxanasına. Medipol xəstəxanasına gələndə Abdullah hocam məni müayinə etdikdən sonra qaraciyərimə metastaz verdiyini söylədi və bitkisellərlə aldığım tədavisinin heç bir nəticəsini görmədim. Və Abdullah hoca ilə müayinə aldıqdan sonra, onunla məsləhət verdikdən sonra biz bir yerdə bu xəstəliyin sağalmasını birlikte yürüdük. Dilara Hanım ülkemize meme kanseri tedavisi olmak üzere gelmiş bir hasta. Bize başvurmadan önce, daha önce başvurduğu merkezde bitkisel tedavilere yönlendirilmiş ve hastamız bitkisel tedavilere başlanmış o süreçte. Hastamız da ilk başvuruda lokal ileri evre, aslında erken evrede bir hastalık mevcutmuş ve kendisi de bir şekilde bitkisel tedavilerle tedavi olmaya çalışmış. Hastamızın incelemesini yaptığımızda aslında başlangıç aşamasında, başvuru aşamasında erken evrede olduğu ve evrelemesini yaptığımızda hastamızda artık metastaz geliştiği, yani 4. evreye geçtiğini tespit ettik. Maalesef bir kısım hasta bu tamamlayıcı bitkisel veya destek tedavileri asıl tedavi gibi alıyorlar ve onkolojik tedaviden mahrum kalıyorlar. Maalesef bu tamamlayıcı ve bitkisel tedaviler hiçbir zaman onkolojik asıl tedavinin yerine geçmemekte. Bir kısım hastada şikayetlerde geçici rahatlama sağlasa bile günün sonunda hastalığın ilerlemesine engel olmamakta. Bu hastamız da maalesef bunun tipik bir örneği. Bitkisel tedavilerle hastalığını yeneceğine inanan hastamız günün sonunda 4. evre bir hastalıkla tarafımıza başvurmuş oldu. Biz hastamızın tetkiklerini, biyopsilerini incelediğimizde hastamızın sınırlı 4. evrede olduğunu tespit ettik ve uygun akıllı ilaçlarla tedavisine başladık hastamızın. Və çox da şadam ki, mən Abdullah hoca ilə rastlaşdım. Onunla bu tədavini gördükdən sonra iyiləşdiyimi hiss etdim və ardıcıl Abdullah hocamın müayinəsinə gəldim. İndi də şükürlər olsun Allaha. Allahımdan çox razıyam ki, Abdullah hoca ilə rastlaşmışam. O məni sağaldı və bütün məni kimi xəstələrə məsləhət görərdim ki, həmən vaxt itirmədən Abdullah hocamın yanına gəlsin. Abdullah hocam məni 3 kurs müalicə etdikdən sonra əməliyyata yönəltdi. Əməliyyatı da Nevin hocam sağ olsun mənə əməliyyatı elətdi və əməliyyatdan sonra da indiyənə qədər özümü yaxşı hiss edirəm. Hastamızın belli bir süre sonra 6. ayında tam yanıt olduğunu tespit ettikten sonra hastamızın ameliyatını da hastanemizde gerçekleştirdik ve şu an hastamız 2 yılın üzerinde tam yanıt, herhangi bir hastalık bulgusu olmadan tedavisine devam etmekte. Sonuçlarım çox iyi çıxmış. Çox şükür edirəm. Mən bütün Medipol Hastanəsinin Abdullah hocamın ekibinə, onun bütün transfer edilən şoferlərə kimi hamısına minnətdarlığımı bildirirəm. İyi ki varsın Abdullah hoca. Biz nəyin ki hocamla xəstə həkim kimi olduq. Biz bacı qardaş olduq. Biz Abdullah hocamın səmimiyyəti, mehribanlığı bütün xəstələri iyiləşdirir. Yəni mən bütün xəstələrə məsləhət görərdim ki, Abdullah hocamın yanına buyursun.